ayə ki, o ayə xanım Məryəmə aiddir. Qur'an-ı Kərimdə Allah Teala buyurur Ali İmran surəsində, baxın, bir var Allah özü buyura, Allah özü deyə. Bir də var ki, Qur'an bizə buyurur ki, ya Məryəm, bu ayədən biz nə başa düşürük? Mələikə Məryəmə deyir, ey Məryəm. Bu o deməkdir ki, mələyin səsi xanım da eşidə bilər. Əgər xanım Məryəm mələikənin səsini eşidirsə və hətta o ayə öz yerindəki o görür də. Çünki Qur'anda ayə nə buyurur? Həzrət Cəbrail əleyhissalam ki, yaxınlaşdı Məryəm əleyhissalama, nə oldu? Dedi, bəşarət verirəm sən dünyaya, evlad gətirəcəksən. Mən daha getmirəm o təfsirin o tərəfinə. Fəqət deyəcəyim budur ki, Həzrət Məryəm əleyhissalam nə buyurur? Buyurur ki, əgər Allahdan qorxursansa, təqvalısansa, yəni Qur'an buyurur, yaxın gəlmə ginən. Demək, həm mələyi gördü, həm də mələk xitab elədi, eşitdi səsin. İndi bu əzəmət ki, xanım Məryəmə verilibdir, 2 dənə bu ayənin içində kəlmə var ki, mələk xitab edir, ey Məryəm. Birincisi budur. Həqiqətən Allah səni, ey Məryəm, seçdi, səni təyin elədi. İndi baxın, seçilmiş xanım Məryəm dünyaya evlad gətirəcək, peyğəmbər gətirəcək. Bu da Allahın bir əzəmətidir. İndi mələk ona qeyd edir ki, ey Məryəm, Allah səni təyin eləyibdir. Bunu deyəndən sonra səni pakizə yaradıb. Təzdən bir dənə də, ey Məryəm, Allah səni pakizə yaradıb və səni aləmlərin xanımlarından seçilmiş təyin elədi. Bu ayəni biz gətirib başqa bir ayə ilə, o ayə ki, peyğəmbərlərin haqqında nazil olubdur. Allah Quran-Kərimdə buyurur ki, biz o peyğəmbərləri fəzilət əhl eləmişik ki, və birin digərindən üstün eləmişik. Biz desək ki, peyğəmbərlər hamısı birdir, xeyr. Hər peyğəmbərin Allah yanında öz fəziləti var, öz məqamı var, öz mərtəbəsi var. İndi Allah Teala bu ayə ilə də bizlərə buyurur ki, indi ayə bizlərə nə edir? Peyğəmbərlərin seçilmiş olduğunu deyir və xanımlardan da seçilmiş olan xanımları qeyd edir. Həzrət Məryəmə ki, Allah bu dərəcəni verib, bu dərəcə ilə atası ki, İmran idi. Adı İmrandır. İmamdan soruşurlar ki, Yəbnə Rasulillah, Həzrət Məryəmin atası peyğəmbər olub, buyurur ki, bəli, nəbi olubdur. Və Zəkəriyyə əleyhissalam ki, onun xalasının həyat yoldaşı idir. Məryəmdəki bəzi məqamları görürdü, çox təəccüblənirdi. Deyirdi ki, misal üçün, gəldi gördü ki, Məryəm əleyhissalamın yanında, belə deyək, yəni vaxtı olmayan meyvələr. İnsan elə meyvə olanda təəccüblənməz ki, amma indi bir də var ki, gətirərlər bura, siz bilən, məsəl üçün, gilas. Təəccüblü eləsin, bu gilas hardan gəlibdir? Misal çəkirəm yəni. Quranda da Allah Teala buyurur ki, Zəkəriyyə təəccüb elədi ki, bu əzəmətli, bu nemətlər səndən hardadır? Buyurdu, Allahdandır. İndi mən bunları niyə yada sallam? Allah Məryəm əleyhissalama bu əzəməti verib, seçib və təyin edib. İndi baxın, İmran əleyhissalam fəzilətlidir, üstündür ya Peyğəmbər əleyhissalam? Hamı deyəcək ki, əlbəttə ki, Peyğəmbər əleyhissalam. Həzrət Peyğəmbər əleyhissalamın əzəməti Qur'anın ayəsində sabit olubdur ki, rəhmət olaraq biz göndərmişik. Bütün dünyada olan ilahi rəhmət Həzrət Peyğəmbər əleyhissalama xatirdir. Bu əzəmətdə olan bir Peyğəmbərin yeganə qızı, xanım Fatimə Zəhra əleyhissalam. Məryəmdə olan bütün seçilmiş hər bir xüsusiyyətlər hamısı xanım Fatimə Zəhra əleyhissalamda var. Hədisdə var ki, mən istəmirəm o hədisi uzun-uzadı deyəm. Allah buyurur ki, ey Peyğəmbər əleyhissalamda hədis var ki, biz Fatiməni seçmişik və Fatimənin dünyaya gəlişi behiştin Allahın oradakı Peyğəmbərə verdiyi nemətin müəyyən hissəsidir. Həzrət xanım Fatimə Zəhra əleyhissalam ki, bir nur idi, nur çeşməsi idi ki, Allah Peyğəmbər əleyhissalama Meyracda olarkən buyurdu ki, ey mənim rəsulum, bu meyvəni yiyinən və Həzrətə xitab olunur ki, ya Rasul
Resulullah dünyaya gələndə bu cürə bir məsələlərdən sonra dünyaya sənin evladın gələcək. Baxın, bütün Peyğəmbərin, əgər desək o birisi evladları da ki var, dünyaların dəyişiblər, hamısı Peyğəmbərlikdən əvvəl olubdur. Yeganə xanım Fatimə Zəhra əleyhissalamdır ki, 45 yaşında, yəni Peyğəmbərliyin zahiri olan 5 ildən sonra dünyaya gəlibdir. Xanım Fatimə Zəhra əleyhissalam Peyğəmbərliyin dövründə dünyaya gəlib. Odur ki, Fatimə Zəhra əleyhissalamın Qur'anda buyurduğu o xislətlər ki var Məryəm əleyhissalama hamısı verilibdir və ondan da fəzilətli xislətlər verilibdir.